İzləyicilər, hamınızı xoş gördük. Hamınızı salamlayıram. İndi deyərsiniz ki, bu Vişnovkadan əl çəkmir. Vişnovka, Alballı. Qardaş, Vişnovkanın yeri bilməksən. Vur Vecdə, yaz ora. Alballı Bağlar Market. Çıxacaq. Baxın, vurun, ya Boltla vurun, ya Vecdə vurun. Baxın, görün, ərazi adamdır. Zəng edilmişlər ki, Gədəbəyin kəndində oturub deyir ki, qardaş, Vişnovka qardadır, Alballı qardadır. Burada Vişnovka var. Bir dənə qəşəng sizə çəkib göstədirəm. 12 sotun üstündədir. Yol kənarında ev istəyənlər buyursun zəng eləsin. Bəli. 2 mərtəbə, monolit, 5 otaq, yataq otağı, bir qonaq otağı, qəşəng bağlı, bağçalı, bax belə bir evdir. Deməli, kvadrat formasında həyətimiz. Girən kimi, bax belə düz, giriş qapısını çəkdin, göstərdin, hə. Sonra həyətimizdə nələr var, nələr yox. Deməli, burada sağ tərəfdə bisetkası varıdır. Bisetka. Skameykası varıdır. Bisetkadır, bax. Beşə. Meyvə ağaçları, ona karalyok, nə bilim. Hər şey var. Palmasından tutmuş varıdır. Beşən şam ağaçları. Kaçelyası. Sonra, bura verandadır. Sağ tərəfində verandadır. Bu qapı mətbəxə çıxır. Evin arxasına keçmək olar. Evimizin isitmə sistemi təbii ki, kombidir, 2 mərtəbəli. Deməli, bu Vişnovkanın alballığım. Bir dənə yaxşı xüsusiyyəti nədir? Nəmişlik olmur burada. Çünki dənizdən biraz aralıdır, amma Bilgəhə yaxındır. Sonra, burada həyətdə, bax orada. Kladovkasıdır sol tərəfdəki. Sağda da hamamla ayaq yolsudur. Həyət üçün nəzərdə tutulmuş. Bax, belə bir evdir. Özünə tikilmə, şəxsi tikili, balkonu, reşotkalar vurulubdur. Yəni, illər öncə tikilib, özünə tikilmə evdir. Satdıq, yəni məqsəd olmayıb, o evlərdən deyil. Nəysə, gəlin sizə evi görsədim. Kim alsa, Allah xeyir versin. Buyur, keç. Deməli, bu evdən necə istifadə edirlər? Düzdür, bütün şəraiti var. Yəni, kombisi, mombisi, hər şey var. Amma ən çox yayda gəlirlər bura. Bura mətbəxidir. Mətbəx mebel də var idi. O qapı da, deməli, verandaya çıxan tərəfdir. Sonra. Bura qonaq otağımızdır. İnternet xətti var, kommunallar var idi. Sonra. Burada yerləşir evimizin hamam tualeti və dediyim kimi birinci mərtəbənin bu ölçək yataq otağıdır. 4 dənə də yataq otağı yuxarıdadır. Evimizin sənədi tam mülkiyyətdir. Evin də torpağında sənədi var. Yola 30 metr məsafədə fıstıq ağacıdır, pləkanıdır. Bax, evimiz monolitlidir, beton monolitdir. Burası var belə bir kafel metlaqdır. 4 dənə də yataq otağı yuxarıda. Qiymətini aşağıdan qeyd eləyəcəm. TikTokda baxırsınızsa sol tərəfdə qiymətini yazacaq. Bura birinci yataq otağıdır. Bura ikinci yataq otağıdır. Buradan balkona qapısı da var. Deməli, 3 və 4. Bu da hamamla ayaq yolsudur, böyükdür ya. Balaca deyil və uşaq yataq otağı. Kim alsa Allah xeyir versin, sənət tam mülkiyyətdir, ipotekaya da düşür. Sağ olun.